Müğənni Vəfa Şərifova Türkiyəli həmkarı Yıldız Tilbənin onu məhkəməyə verməsindən danışıb. Demokratas Bakusa istinadən xəbər verir ki, Vəfanın sözlərinə görə Tilbənin vəkilinin sosial şəbəkədə etdiyi paylaşım şər böhtandır. Bu səbəbdən də o da Yıldız Tilbəni məhkəməyə verə bilər. Lakin sənətçi ona olan sevgisindən bunu etməyəcək. Vəfa qeyd edib ki, Tilbədən üzr istəməyəcək, çünki buna bir əsas yoxdur. Sənətçi bildirib ki, o efirdə duet layihəsinin hələ müzakirə olunduğunu deyib, lakin bunu Yıldız Tilbəyə başqa cür çatdırıblar. Vəfanın Yıldız Tilbəyə $100.000 ödədiyini, lakin bunu Tilbənin qəbul etməyərək Vəfanı çətin vəziyyətdə qoyduğunu iddia ediblər. Qeyd edək ki, müğənni Vəfa Şərifova bir müddət əvvəl həmkarı Yıldız Tilbə ilə duet oxuyacağını açıqlayıb. Sənətçi bunun üçün $100.000 ödəyəcəyini, buna görə avtomobilini satışa çıxardığını deyib. Yıldız Tilbənin vəkili Handan Bakbak məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, Tilbə sosial şəbəkədə Vəfa Şərifovanın onun haqqında dediklərini eşidib və bunlar yalandır. Vəfa Şərifova Yıldız Tilbə ilə duet oxumaq üçün $100.000 ödədiyini, müğənninin pulu almasına baxmayaraq duetdən imtina etdiyini və onu çətin vəziyyətdə qoyduğunu həm yazılı, həm də vizual formada iddia edib. Bildiririk ki, Yıldız Tilbənin adı çəkilən şəxs ilə heç bir əlaqəsi, yazışması, paylaşımı, işbirliyi və ya görüşü olmayıb. Bu, böhtandır və cinayət tərkibi yaradan hallardır. Bununla bağlı zəruri hüquqi tədbirlər görüləcəkdir.